Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizə imtahanda, 11-ci sinif imtahanında daha çox uşaqları çaşdıran tezis və faktı necə müəyyən etmək olar, qaydasını izah etməyə çalışacağam. Fakt nədir? Bunu sübut etmək olarmı? Bu sualı veririk özümüzə. Əgər cümlədəki fikir dəqiq məlumatdırsa və yoxlamaq, sübut etmək mümkündürsə, bu faktdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yaradılmışdır. Bu faktdır. Çünki biz bu faktı tarixlə, mənbəylə sübut edə bilərik. Tezis isə müəllifin fikridir. Əgər cümlə, fikir, iddia, mülahizə irəli sürürsə, bu tezisdir. Məsələn, tarixi öyrənmək insanın dünya görüşünü zənginləşdirir. Bu fikirdir. Bir irəli sürülmüş fikirdir. Biz bunu sübut etməliyik. Bunun üçün bizə fakt lazım. Deməli, bu fikirdir, irəli sürülüb və onu faktlarla əsaslandırmaq mümkündür. Şagird üçün belə bir qaydamız var ki, yadda saxlasın ki, fakt məlumat verir, tezis fikir irəli sürür. Belə yadda saxlaya bilərsiniz ki, fakt danışır, nə baş verib. Tezis deyir, buna mənim fikrim nədir? Fakt özü danışır, tezis isə buna mənim fikrim nədir? Yəni, nə fikir irəli sürə bilərəm, nə fikir çıxara bilərəm buradan. Cümləni oxuyursan və özündən soruşursan. Yəni, bu oxuduğum cümləni, bunu yoxlamaq mümkündürmü? Bu fakt. Burada fikir iddia sürülürmü? Hələ irəli sürülən fikir varmı? Bu isə tezisdir. Nizami Gəncəvi 12-ci əsrdə yaşamışdı. Yoxlamaq olar. Yəni, mən hansısa bir mənbəni araşdırsam, kitablardan, bəli, bunu fakt olaraq sübut edə biləcəm. Bu faktdır. Nizami Gəncəvi ədəbiyyat, Azərbaycan ədəbiyyatının ən böyük şairlərindən biridir. Bu qiymətləndirmədir, fikirdir. Bu isə tezisdir. Bəli, artıq mən niyə ən böyük şairlərindən biridir sualını verəcəm və onu sübut edən faktları tapacam ki, bəli, beşlik yazıb, xəmsə yazıb, əsərləri dünyada Azərbaycanı tanıdıb və bunlar faktdır. Yadımızda qalsın. Şagird böyük mətndən faktı necə tapsın? Şagird bütün mətni əzbərləməyə çalışmasın. Özünə bu sualları versin. Nə, kim, nə zaman, harada, nə baş verdi? Bunlara verdiyin cavablar sənin faktın olur adətən. Məsələn, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Cümhuriyyətin ilk paytaxtı Gəncə oldu. Qısa müddət ərzində dövlət qurumları yaradıldı. Bu hadisə Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyır. Və buradan nəyi tapdıq? 1918-ci il mayın 28-də elan edildi. Bu faktdır, dəqiqdir. İlk paytaxtı Gəncə oldu, faktdır. Dövlət qurumları yaradıldı, faktdır. Amma bu hadisə Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyır, müəllifin irəli sürdüyü fikirdir və bu faktlara əsasən irəli. Böyük mətndə tezisi necə tapaq? Rahat bir sual var ki, müəllif bunlarla nə demək istəyir? Yəni, sən müəllifin yerində olsaydın, necə fikir irəli sürərdin? Hansı fikirləri çıxarardın? Həmin faktların ortaq nəticəsini düşünün. Faktlar, ortaq nəticə və tezis. Məsələn, fakt 1. İnsanlar kitab oxuyur. Fakt 2. Kitab oxuyanların söz ehtiyatı artır. Fakt 3. Mütaliə, düşünmə qabiliyyətini inkişaf etdirir. Şagird düşünür. Bu faktların hamısı mənə nə deyir? Tezis çıxaracaq buradan. Kitab oxumaq insanın inkişafına müsbət təsir edir. Sənin bu fikrin tezisdir və bu fikri sübut edir bu faktlar. Bəli, insanlar kitab oxuyur, faktdır. Kitab oxuyanların söz ehtiyatı artır, bəli. Mütaliə düşünmə qabiliyyətini inkişaf etdirir, fakt. Və buradan nəticə çıxarırıq ki, kitab oxumaq insanın inkişafına müsbət təsir edir. Əgər sualda fakt verilibsə, ona tezisi necə yazaq? Burada şagirdə bu formulu verək. Fakt deməli, tezis çıxacaq. Məsələn, fakt. Şagird hər gün mütaliə edir və onun söz ehtiyatı genişlənir. Şagird deyir. Deməli,
Buradan artıq mütaliə yazacağım fikir tezisdir. Deməli, mütaliə insanın söz ehtiyatını zənginləşdirir. Fakt budur, şagird hər gün mütaliə edir və onun söz ehtiyatı genişlənir. Deməli, buradan nə nəticə çıxarırıq? Mütaliə, yəni kitab oxumaq, insanın söz ehtiyatını zənginləşdirir. Gəlin başqa nümunəyə baxaq. Fakt, meşələrin qırılması havanın çirklənməsini artırır. Şagird deməli, meşələrin qorunması ətraf mühit üçün vacibdir. Daha bir nümunə. Fakta baxaq. Vaxtını düzgün planlaşdıran şagird tapşırıqlarını vaxtında yerinə yetirir. Buradan deməli ilə başlayan, deməli vaxtın düzgün idarə edilməsi uğur qazanmağa kömək edir. Uşaqlar, siz mətndə, imtahanda bu deməlini sadəcə beyninizdə önünə artırın. Yazacağınız bu fikri yazın. Deməli sözünü ehtiyac yoxdur yazmağa. Bu tapmaq üsuludur, açar üsuldur. Fakt verilibsə, fakt deməli tezis çıxacaq. Mətin verilibsə, mətni oxuyursan, faktları, dəqiq baş verən hadisələri. Kim, nə, nəyi, nə zaman, harda baş verdi, necə baş verdi, nə oldu? Yəni bax bu sualları, verdiyin fikirlər, cümlələr faktdır. Tezislə ən vacib fərq fakt hadisənin məlumatı göstərir. Tezis həmin məlumatdan çıxan əsas fikri bildirir. Yəni belə deyəcəyik. Tezis həmin məlumatdan çıxan əsas fikir bildirir. Fakt nə baş verdiyini deyir. Tezis isə həmin faktın bizə nə dediyini. Fakt nə baş verdiyini deyir. Tezis isə həmin faktın bizə nə dediyini. Ümid edirəm ki, yadınızda nəsə qalacaq.